geçir. Yüzüme bakmamış evi verecekler bana gel yaşar. Salam meleki. Mənə eviyyəsi lazımdır. Ay bala, mənə eviyyəsi lazımdır. Yox, sizi necə başa salır? Hə, oğlum, süt gətirmişsin, deyir ki, qoyuram. Süt yox, ay xala. Ada xala, aman. Ay bibi. Ada, bibi də gəlirdi. Qəşəng qız. Mən istəyirəm sizin evinizdən kvartirant olun. Ay bala, kırandınız işini. Ay yox, istəyirəm özümə toy edeyim lavadanlamı. Ailəmlə götürüm gələm sən evə. Bax, belə olur. Belə olur da. Telefon değil tabii. İş başladı. Alo. Danışır müdür, danışır. Salam melek. Qayqatam. Danışır birine bu boyda adam. Necəsən? Yaxşısan? Nerede biləklər? Nə qaynanam sizi daşır? Olmaz ki özüm danışırsan. May. Yaxşı. Qaynanam. Salam melekім, necəsən? Keyfin olun, yaxşısan, sağ ol, çox sağ ol, yaxşısan, ləzzətlisin, yaxşısan, sağ ol, çox sağ ol, sən. Hə. Yadımdan çıxıb. Gərək qurbanlıq alaydım, yadımdan çıxıb. Yo, yadımdan çıxmayıb, Getmişdim, Getmişdim o bazara, ineğe koyun keçi satılır, ay sağ ol. Aldım, birine kök keçi aldım, senden kök olmasın çok kötü. Çok sağ ol, çok sağ ol. Ama əziz qaydana, gel eğri oturaq düz danışaq. O zamanki siz kullandınız bana karşı yaman tərəfdar olmuşsa, el emin gelip orada... Yo, öyle değil mi? Yo, al o. Həmişə belə deyirlər. Ya mən oraya gedəndə mən əsəbləşdirirlər, ya da zəng edib mən əsəbləşdirirlər. Mən əsəbləşəndə həmişə kitab oxuyurum. Hanım əziz kitabı? Ya Allah. Mirzə Ələkbər Sabit. Hop Köpnamə. Bəli belə. Sen gelen var. Kliyentdir. Gelirler. Benim yerime çokları götürür. Ona göre de həmişə mən duranda yerime bak bunu koyuram. Neyse oturma. Geldim de geldim. Salam Melek. Salam Melek. Hoş geldin. Buyurun eylesin. Siz buyurun. Yok, birinci siz buyurun ki sonra ben buyurun. Birinci ben buyursam sonra siz buyursunuz yakışmaz. Olabilir, birinci siz buyurun ki sonra ben buyurun. Buyurun eylesin. Bana işte olmadı, ne olsa bu ne olur. Evet. Adınız nedir? Mənsure. Kim Sure? Mənsure. Sen Sure yoksa ben Sure? Dedim ki Mənsure. Evet, sen Sure hala. Bağışlı. Sure hala. Düz bir yağlara kapı döyende ben kitap okuyorum. Başım karşılıydı, ona göre gece açtım kapıyı. Buyurun, mənə dair qulluğunuz. Rəhmətlik həyat yoldaşımın sənədlərinin hazırlanması üçün.
Mənə bax, rəhmətliydi dünyanın ərimiz ölür. Bəli. Allah rəhmət eləsin, qəbrin orada olsun, torpağa yumuşaq olsun. Fatma. Bilirsiniz, mən iki atasız 7 uşağım. Gərək siz o sənədləri təcili mənə hazırlayıb verəsiniz ki, mən də onların gələcəyi haqqında fikirləşəcəm. Hacı, biz təcil iş görürük. Amma siz bir əyləşin, mən baxım görün burada hansı sənədlər lazımdır. Nə lazımdır, nə lazım görün. Mən görürəm, düzlüylə bir iş görə bilmirəm. Qaynanamla bu yandan qırğızın silməklə. Gərəkdir mən bir bağlaca, ayağımı əylə. Bu sənədlər bu xanıma çox vacib lazım. Görüm ondan bir bağlaca. Bacı, bu sənədlər hamısızca lazımdır. Bəli. Bilirsiniz, bir belə sənədi içindən axtarıb tapmaq çox çətindir. Bəlkə bir səhər imkan eləyəsiniz. İmkan yerində ki, Hüseyin bacı, atalar deyib ki, necə deyim, birinci dəfədir. Atalar deyib ki, siz bir bağlaca mənə hörmət eləsin. Atalar deyib, mən deməmişim. Siz, vəziyyət çətindir, evlənmək deyil. Dolanmaq olmur. Qardaş, axı belə olmaz. Bilən belə olmaz. Siz axı mən öz vəziyyətimi başa saldım. Bilirsiniz ki, indiki zamanda yaşamaq çox çətindir. Axı bu dünyada bir zərrə yaxşılıq və ya bir zərrə pislik etsək, ahirətdə Allah Teala onun qarşılığını sizə verəcək. Axı, mən sizə imkanlı olsam belə heç vaxt pul verə bilmərəm. Axı, İslam Peyğəmbəri buyurub ki, Allah rüşvət verənə də lənət eləsin, rüşvət alana da. Axı, haram yemək haram gətirər. Siz Allahın qəzəbindən, cəhənnəm odundan qorxmursunuz. Oy! Ne yaman balmıştı he? Bak xəcalət çekti ha. Gör necə yaxşı insan da. Ama mənim o qaynana az qalmışdı beni cəhənnəmi odunda çırtapasını yandırsın. Bir deli şeytan değil, o qaynanamla nişanlını boşa, gel bu xanıma. Yaxşı ki ya. Gel görüm danışabilirim. Hanım, bir gün daha geçti. Sabah siz anonusla buraya gelebilirsiniz. Daha peşine. Niyə? Benim anam da gelecek. Nə olsun? Benim anam sizin anonusla bazara gidecekler de. Siz nəyə görə bazara getməlisiniz? Necə deyim? Bilirsiniz, bir balaca xeyir iş var. Yine benim anam sizin anonusla danışardı. O xeyir işini aramızda görerdi. Razı olarsınız. Onu böyüklərimiz. Orada Əla getdim toya hazırlaşmağa. Bir tuş. Vay 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 vay. Şu bayramda görürsünüz. Gitti bile. İslamın digər dinlərdən üstün və fərqli cəhəti, İslamın digər dinlərdən üstün və fərqli cəhəti onun qanunlarının ayrı-ayrı şəxslər üçün deyil, bütün cəmiyyət üçün nazil olmasıdır. Həzrət Muhammed Salavatullah İslamda qardaşlıq prinsipini yaradaraq özünə rəva bilmədiyini başqasına rəva bilən müsəlman deyil deyə bizlərə təkcə özümüzü yox, bütün bir cəmiyyəti düşünməyi, onların qayğısına qalmağı dərsini öyrətdi. Özü tox, qonşusu isə ac yatan şəxs bizdən deyil.
deyərək qonşuluq haqqının mühüm olduğunu, yetimlərə nəvaziş, kasıblara yardım etməyi öz ardıcıllarına tapşırmışdır. Təbrik üçün söz Rəhimə xanım qrupuna verilir. Buyurun, alqışlayın. Bismillahirrahmanirrahim. Rəhimə xanım daima Allah'ın adından bu mübarək mövzuda münasibətilə bütün dünya müsəlmanları və sizləri təbrik edirik və sizin xidmətinizə Ya Resulallah sözünü təqdim edirik. Esselamu aleyke ya Ebel Gasiye. Eşrefül enbiyasen ya Muhammed. Alemlere ziyasen ya Muhammed. Müminlere ya duasa ya Muhammed. Ya Resulallah, ya Resulallah, ya Resulallah, ya Resulallah, ya Resulallah, ya Resulallah, Allah, ya Resulallah, ya Resulallah. Eşreful enbiya sen ya Muhammed. Eşreful enbiya sen ya Muhammed. Alemlere ziya sen ya Muhammed. Alemlere ziya sen ya Muhammed. Müminlere duam sen ya Muhammed. Müminlere duam sen ya Muhammed. Ya Resulallah, ya Resulallah, Allah, ya Resulallah, ya Resulallah. Esselamu aleyke ya Resulallah. Esselamu aleyke ya Resulallah. Esselamu aleyke ya Resulallah. Esselamu aleyke ya Resulallah. Ya Resulallah, ya Resulallah, ya Allah
Təbrik üçün sözü Hacı Şahin cənablarına veririk. Bismillahirrahmanirrahim. Bu gözəl gün münasibətilə İslam Peyğəmbərinin və İmam Sadiq Əleyhisselamın doğum günləri münasibətilə təşkil olmuş tədbirin təşkilatçılarına təşəkkür edirəm və bu tədbirdə iştirak edənləri salamlayıram. Dünya və axirət saadəti arzulayıram. İslam Peyğəmbəri bəşəriyyətə nicat verəcək ən son Peyğəmbər olaraq insanlar arasında dəvətini "Qulu la ilahe illallah tuflihu" kəlməsi ilə başladı. Məkkə şəhərinin küçələrini gəzərək "Deyin la ilahe illallah, nicat tapın" deyə fəryad edirdi Peyğəmbər. Və la ilahe illallah kəlməsi İslamın ən əsas təməllərindən biri və birincisidir. La ilahe illallah inkar və təsdiqi özündə birləşdirən kamil bir cümlədir. La ilahe illallahın tərkibində həm üsyan var, həm itaət. Peyğəmbər dəvətini Allahdan qeyrisinə yox deməklə başlayır. İnsan kamil olması üçün gərək Allahdan qeyrilərinə yox deməyi bacarsın. Əmələn və qəlbən Allahdan qeyrilərinə itayətdən çəkinsin. İslam Peyğəmbərinin dəvəti iki istiqamətə yönəlir. Həm insanın daxilinə, həm də xaricinə. Əvvəla insan öz daxilində olan nəfs, onu insanlıqdan uzaqlaşdıran keyfiyyətlərlə mübarizə aparmalı. Digər tərəfdən kənardan onun azadlığına qarşı yönəlmiş maneələrlə mübarizə aparmalıdır. Daxili mübarizədə məğlub olan şəxs cəmiyyəti islah edə bilməz. İnsan azadlığını məhdudlaşdıran xarici amillərlə mübarizədə müvəffəq olmaq üçün Peyğəmbər insanları öz daxilini saflaşdırmağa dəvət edir. Peyğəmbərin təbliğdə müvəffəq olmasının əsas səbəbi öz təbliğ etdiyi dəyərlərə əməldə sədaqətli olmasıdır. Peyğəmbər bəşəriyyətə azadlıq verdi. Azadlıq günümüzdə dəb olan sözlərdəndir. Azadlıq kəlməsindən o qədər sui-istifadələr olunub ki, bu müqəddəs kəlmə dövrümüzdə öz dəyərini itirir. İnsan azadlığı adıyla o qədər cinayətlər törədilir ki, gözümüzün qarşısında artıq bu müqəddəs kəlmə öz dəyərini itirməkdədir. Lakin Peyğəmbərimiz öz həyatı boyu öz gətirdiyi dəyərlərə sədaqət nümayiş etdirdi və bunun nəticəsində Peyğəmbərin məhəbbəti insanların qəlblərində özünə yer aldı. Peyğəmbər qəlbləri fəth edə bildi. Ona görə ki, Peyğəmbər təkcə söz meydanının yox, əməl meydanının qəhrəmanı idi. Günümüzün ən ağrılı məsələlərindən biri budur ki, əməldə dəyərdən danışan, uca mənəvi əxlaqi dəyərləri təbliğ edən şəxslər, dildə bunu deyənlər, əməldə öz dediyi sözlərin tam əksini eləyirlər və bu dəyərlərin hörmətdən düşməsinə səbəb olur. Peyğəmbər isə bunun tam əksidir. Ona görə Quran buyurur, sizin üçün Allahın Peyğəmbərində gözəl bir örnək, gözəl bir nümunə var. Peyğəmbər Mədinədə elə bir cəmiyyət təşkil elədi ki, bugünkü gündə bəşəriyyət üçün o cəmiyyət gözəl bir nümunə ola bilər. Peyğəmbərin təşkil elədiyi cəmiyyətdə iki təməl dəyər əsas təşkil edirdi. Onlardan biri elmdir, digəri isə mənəviyyat. Bəşərin başına gələn bütün faciələr elmlə imanın bir-birindən ayrılması nəticəsində baş verib. Nə zaman elm imandan uzaq düşübsə, bəşəriyyət faciələrlə və fəlakətlərlə qarşılaşır. Amma Peyğəmbərin yaratdığı cəmiyyətdə həm nadanlıqla mübarizə aparılırdı, həm də
mənəviyyətsizliklə. Məhz bu səbəbdən Peyğəmbər öz dəvətini genişləndirə bildi. Müasir dünyanın o zamandan artıq Peyğəmbərin vücuduna və təliminə ehtiyacı var. Artıq dünyanın qabaqcıl insanları, düşünən insanlar, mütəfəkkirlər Peyğəmbərin təbliğ etdiyi dəyərlərin bugün bəşəriyyətə nicat verəcək güclü olduğunu təsdiq eləməkdədirlər. Bugün dünya miqyasında bir dəyər savaşı həyata keçirilir və bu dəyər savaşında şübhəsiz ki, qələbə İslami dəyərlərindir, Peyğəmbərimizin təbliğ etdiyi dəyərlərindir və bunu başa düşənlər artıq öz acizliyini etiraf edərək ən nalayiq üsullarla Peyğəmbərin adına və onun təliminə qarşı mübarizəyə qalxdılar ki, son dövrlərdə də biz bunun şahidi olduq. Bu zalda əyləşənlər, ümumiyyətlə müsəlmanlar və ümumiyyətlə bəşəriyyət bunu anlamalıdır, başa düşməlidir ki, insanlığın yeganə nicat yolu məhz Tanrının bəşəriyyətə bəxş etdiyi sonuncu Peyğəmbər, İslam Peyğəmbərinin təbliğ etdiyi müqəddəs dəyərlərə sarılmaq, o dəyərlərin ardıcılığı olmaqdadır. Mən çox danışmaq istəmirəm, bir daha sizi təbrik edirəm, bir daha dünya və axirət saadəti arzulayıram. Allah bizi İslam Peyğəmbərinin məktəbinin həqiqi ardıcıllarından, həqiqi tərəfdarlarından qərar versin. Çox sağ olun. Əssalamu aleykum. İslamda əxlaq məsələsi mühüm yer tutur. Elə Həzrəti Muhammedin gətirdiyi dinin gözəlliyi və cazibədarlığı da bundan qaynaqlanır. İslamın qarşısına çıxa biləcək elə bir məsələ yoxdur ki, İslam bu haqda göstəriş verməsin. Həzrəti Muhammedin sallallahu aleyhi və səlləmin gətirdiyi İslam dini təcavüz və zorakılığa qarşı çıxan dindir. Heç kəsin haqqını tapdalaya bilməz. Həzrəti Muhammed sallallahu peyğəmbərliyi müddətində baş verən döyüş və müharibələrə nəzər saldıqda məlum olur ki, onlar hamısı müdafiə xarakteri daşıyır və ya düşmənin törədə biləcəyi hər hansı bir fitnə və fəsadın qarşısını almaq üçün həyata keçirilib. Allahın Rəsulu yalnız son anda müharibəyə razılıq vermiş. Çünki sülh və əmin-amanlıq İslamın ən mühüm hədəflərindən biridir. Bunu Məkkənin fəthi zamanı Peyğəmbər sallallahu Məkkə müşriklərini əfv etməsi ilə misal göstərmək olar. Halbuki onlar müsəlmanları iqtisadi blokadaya salmış, evlərindən didərgin etmiş, ailə üzvlərinə, canlarına, mallarına işgəncə və əzab vermişlər. Lakin Həzrəti Muhammed sallallahu aleyhi və səlləm öz hümanistliyi ilə onları bağışlayaraq əfv etmişdir. İndi isə təbrik üçün sözü Hacı Eldar Mikailzadəyə veririk. Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Aziz Müslüman bazı ve kardeşler, çok xoşbəxtlik ki, biz elhamdülillah ki, bugüne gəlmişik. Yani 70 yıl qadağalardan sonra belə gözəl bir tədbirin keçirilməsi, belə gözəl bir Müslüman bazı ve kardeşlerin toplanmasının bir yerde görmemiz o kadar insanı xoşbəxtdir, o kadar sevindirir ki, elhamdülillah deyirik bizlərlə. Buraya gələrkən, yani siz de gördünüz, bayırda çox insanlar, yani yer yoxdur. İnanın ki, biraz ürəyim ağrıdır, yani biz burada rahat oturmaq da adama bir tər gəlir ki, biz rahat oturduq.
bayırda qaldılar, yer olmadılar. Yəni mən eşitdim ki, hətta birinin bir xanım içəri girib bacısı eşikdə qalıb, içəri girə bilmir. İçəridəkilərdən xahiş edib, bayırdakilarına da çatdırsınlar ki, yəni Peyğəmbər salavatullah deyərdi, kimsə mənim duamı, şəfaət duamı istərsə, kimsə bu dünyada ona çatarsa, kimisi çatmazsa, o çatmayanın ahirətdə hədiyyəsi 2 qat. Və onlar ki, o məhəbbətlə gəlirlər bu zalda, bu gözəl mövludda iştirak eləməyə, o məhəbbətlə gəlib bura rahat oturmayanların savabı bizim savabdan biraz artırdı. Onları bu müjdəni çatdırmağı xahiş edirlər. Çox gözəl gündür və vallahi Peyğəmbər sallallahu mən o qədər həyatan keçirdim ki, yəni Peyğəmbər sallavatullahın həyatından danışmaq, onun hətta adını çəkmək də çox çətindir. Bir dəfə deyərdilər ki, ya Resulallah, Allah məhəbbətini, Allah eşqini biz, Peyğəmbər eşqini necə hiss edək? Ki biz hiss edək ki, biz onu sevirik. Deyir, onun hətta adını çəkəndə, əgər ürəyinizdəki döyüntü dəyişirsə, qanınızın devranı dəyişirsə, səsinizdə bir titrəyiş varsa, demək sevgi var. Yəni biz bu zamanda o qədər adiləşib ki, hətta adi bir şeylərə görə də onun adını çəkirlər, ona and içirlər. Yəni o qədər adiləşdirirlər ki, o məhəbbəti çox ucuzlaşdırırlar, çox heyif ki, Allah o məhəbbəti bizə əta eləsin. Peyğəmbər salavatullah məhəbbəti o qədər böyükdür ki, hətta mən şəxsən öz payıma deyirəm, üzr istəyirəm hamımızdan. Hətta o Kasvanın, onun dəvəsində olan məhəbbəti kaş ki, Allah mənə bəxş edəydi. Onun ayağının altındakı kaş torpaq qiymətində heç olmasa olardıq. Çünki Peyğəmbərimiz salavatullah xəstə olanda bütün hədislərdə bu keçir, yəni Kasvanın nə qədər əziyyət çəkdiyini və deyərlər ilk dəfə dəvənin ağlamasını o gündə görürlər. O gün görürlər, o başını divarlara vururdu. Hətta bəziləri onu tutub kəsmək də istəmişdi. Və bu vaxt Fatime Zəhra Leyha ah eyləmiş və bağırmış ki, ona heç kim minməyəcək Peyğəmbər sallavatullahdan sonra və onun əti yeyilməz, o sizə haramdır. Onu buraxın başına. Və əleyhissalam onu buraxmış və o Bəqi qəbirstanlığına getmişdi. Bir gün belə bir hətta rəvayətlərdə oxumuşuq. 2 gün Peyğəmbər sallallahu rəhmətə gedəndən sonra Kasvanın cəsədini Bəqi qəbirstanlığında gördülər. Və gəldi, Fatime Zəhra dedi, ya Əli, Kasvanı necə gördün, haradaydı? Dedi, 2 gün sonra deyir, onun cəsədini gördüm Bəqidə və yatdığı yer göz yaşından ıslanmışdı, yer bütün suydu, yaşıydı. Və Allah məni bağışlasın, belə bir rəvayət var, Fatime Zəhra vəsiyyət edəndə dedi ki, Kasva harada oturmuşdursa məni orada dəfn edəyərsin. Bunu yalnız, əlbəttə, Əli Mürtəza bildi. Çünki deyir, babamın, deyir, çünki atamın mənim Mədinədə ilk oturacağı yeri də o təyin etdi. Onun məscidi, evi də oturan yerdə təyin olundu, onun dəfni də o yerdə təyin olundu. Məni də orada dəfn edərsin. Allah Kasvanın heç olmasa məhəbbəti qədər məhəbbət mənə versin və bizim hamımızı versin. Daha bugün, bu gözəl gün hörmətinə Allah bizim Peyğəmbər sallallahu aleyhi ve sellemin şəfaətindən bizi kənar etməsin. Onun şəfaəti, bütün Peyğəmbərlər öz şəfaətlərin bu dünyada öz ümmətləri üçün xərc etdi. Yalnız Resulullah'a deyirlər, ya Resulullah sən nə şəfaət duası etmirsən ki, sənin bütün əqraban İslamı qəbul etsin. Dedi, mən şəfaət duamı ümmətim üçün saxlamışam. O ahirətdə bizim üçün saxlayıb, məhşərdə bizim üçün saxlayıb. Dedilər ki, sahabələr deyir, ya Resulullah, biz səni necə görəcəyik, biz orada görə bilərik mi səni? Dedi, əlbəttə görəcəksiniz, mən sizi Kövsərin başında gözləyəcəyəm. Dedilər, ya Resulullah, birdən biz Kövsərin başına gəlib çıxa bilmədik və sizi harada görək. Dedi onda,
Onda siratın başında sizi gözləyəcəyəm. Dedilər, ya Resulallah, birdən ora bizi buraxmazlar, heç bəlkə ora da gələ bilmədik. Dedi, onda tərazinin başında hökmən gözləyəcəm. Əlbəttə o, öz sözünə sadiq idi, o gözləyəcək. Bəs biz gedib ora çata biləcəkmi? Allah bize onu qismət etsin. Heç olmasa orada o sözünə sədaqətli Peyğəmbərimiz gözləyən yerə bizi qismət etsin, biz də onu orada görə bilək. Mənə danışdığımda çətindir danışmaq. Dedilər, ya Resulallah, bizi necə tanıyacaqsın orada? Bunu səhabələr deyirdi, bunu onun ailəsi deyirdi. Yəni, deyərdi ki, mən sizi üzünüzdən tanıyaram, gözünüzdən tanıyaram. Yəni, Əbu Zəri tanımaramı, yəni? Yəni, Əli əleyhissalamı tanımaramı, yəni? Muazzı tanımaramı, yəni? Musabı tanımaramı, yəni? Huzeyfəni, yəni, tanımaramı, yəni? O elə demədi, dedi, dəstəmaz yerləriniz ki, orada su dəyən yerlərdən nur çıxacaq, o nurdan mən sizi tanıyacağım. Allah bizi o yerləri nurlandırmaq, işıqlandırmaq qismət etsin. Allah sizin hamıza salamatlıq versin. Və valla bağışlayın vaxtınızı bəlkə alıram. Yəni, Peyğəmbər məhəbbətini göstərən bir qısa bir icazə versəz. Yəni, bir gözəl bir sahabədən, bir cavan bir sahabədən qısa bir əhvalat danışaram. Çünki o qədər gözəl əhvalatlar var. Çünki Peyğəmbər sallallahu kimə toxunardısa onun bütün bədəninin nurunu, ruhunu təmizlərdi, pak edərdi. O insanlar da öz arasında, bu dünya arasında elə bir gözəl pərdə çəkdi ki, heç kim nəfsi görmədi. Yalnız Allaha xidmət etdi və çox heyflər ki, o bu dünyanı dəyişəndən sonra o pərdəni də götürüb getdi, çoxları nəfsə uydu. Allah o pərdəni bizə daimi qismət etsin. Nəfs də bizim aramızda pərdəni qismət etsin bizə. Yəni, məsələn, bir nəfər bir cavan bir sahabə var idi. Yəni, cəmi 26 yaşında cavan bir oğlan idi. Adı da Abdülüzza. Abdülüzza, yəni əmiləri ki, eşitdi bu İslamı qəbul edib, gəlib gördülər ki, namaz qılır, bütün sındırıb otağında namaz qılır. Buna o qədər zülm etdilər, o qədər əzab verdilər, döydülər. Və bildilər ki, bu imkan tapan kimi Resulullah'ın yanına qaçacaq. Onu üzr istəyirəm, hamızdan soyundurdular, yəni paltarsız qoydular ki, qaça bilməsin. Bir də gördü qapının arasından 2 dənə çul atıblar yerə. O çulları götürdü, birini alt tərəfə, birini üst tərəfə bağladı, həmən qaçdı düz Resulullah'ın yanına. Dedi, ya Resulullah qəbul edərsən, məni gəlmişəm, məni qəbul et. Dedi, sən kimsən, oğlum? Dedi, mən Abdülüzzayam. Dedi, yox, bugündən sənin adın Abdurrahman olacaq və Zülbicadeyn olacaq. Zülbicadeyn, yəni ərəbcə tərcüməsində 2 çul sahibi. Yəni, bu o qədər gözəl imana gəlmişdi, yəni bütün ömrünü nə qədər yaşadısa, Quran oxumaqla, təlavəti ilə keçirtdi və Tabuk səfəri idi, İbn Mənsur yazır. Tabuk səfərində İbn Mənsur deyir, biz gedirdik. Tabukda bir də gördüm, Zülbicadeyn atını biraz becid sürdü, Resulullah'a yaxınlaşdı, nəsə dedi. Resulullah üzünü ondan döndərdi, cavab vermədi. Dedi, ikinci dəfə deyir, atını mizmarlayıb, tez gedib, yenə çatdı, yenə nəsə dedi, yenə üzünü döndərdi, 3 dəfə yaxınlaşdı, üz döndərdi Resulullah ondan. Dedi, mənə özüm marara gəldim ki, bu Zülbicadeyn nə istəyir Peyğəmbərdən ki, o üzü döndər ondan. Deyir, 4-cü dəfə gördüm, yenə yaxınlaşıb, mən də yaxınlaşdım, görüm, bu nə istəyir Peyğəmbər sallallahu. Dedi, gördüm, deyir ki, ya Resulullah, bu Tabuk səfəridir, Tabuk səfərinin yolu. Ya Resulullah, mən şəhid olaram, nə olar mənə dua et, mən şəhid olum burada. Peyğəmbər sallallahu bilirdi axı, müharibə olmayacaq, 1-ci Tabuk səfərində şəhadət olmayacaq. Ona görə 3 dəfə ondan üz döndərdi, cavab vermədi, 4-cü dəfə artıq dua etdi. Dedi, əlbəttə Zülbicadeyn, sən xəstələnərsən və xəstəlikdən ölərsən və şəhid sayılarsan. Deyir, biz gəldik, sabahı günü gördüm, Zülbicadeyn oturub titrəyir, qızdırması var. Dedim, ya Abdullah, nə olub sənə? Dedi ki, xəstələnmişəm. Sabahı deyir, yatmışdım, çox qaranlıqda, gec idi, saat gecə 3-ü 4-ü yəni keçmişdi. Gördüm, nəsə səs gəlir, yer qazırlar.
Gördüm bir çıraq yanır və məzar qazırlar. Yaxınlaşdım, gördüm Peyğəmbər sallallahu və ən böyük sahabələr bir yerdə məzar qazırlar. Dedim, kimdir rəhmətə gedən? Dedilər, Zülbicadin rəhmətə şəhid oldu. Peyğəmbər sallallahu deyir, onun məzarına düşdü və əlin uzatdı, əli titrəyə-titrəyə dedi, verin mənim dostumu mənə. Dedi, o qədər ağladıq ki, dedi, kaş biz olaydı Zülbicadin yerinə, yəni kimə Peyğəmbər sallallahu dost deyər və sevilməz. Kaş biz olaydı onun yerində. Yəni belə sahabələr var idi ki, şəhid olmağı arzu edərdilər. Yəni o Peyğəmbər sallallahu toxunandan sonra insanlar tamam dəyişirdi. Yəni bütün həyatları dəyişirdi onların. Yəni bugün elə bir gözəl gündür. Hətta üz üstə vaxtınızı çox hazırlayasınız. Hətta adını çəkmək istəmirəm. O lənətlənmiş əmisi bir gün İbn Abbas gəlir, deyir, mən yuxuda onu gördüm. Gördüm ki, oturub dedim, neynirsən, vəziyyətin necədir? Dedi ki, vallahi dedi, hər həftənin bazar ertəsi, həftədə bir dəfə mənim ateşimi azaldırlar. Və ilıq su verirlər heç olmasa içməyə, qaynar su yox, ilıq su verirlər. Həftədə bir gün. Dedi, bəs nə gündür o? Dedi, bazar ertəsi. Çünki Peyğəmbər sallallahu bazar ertəsi anadan oldu. Və mənim nökərim gəlib, mənim müjdələdi ki, qardaşım olur, anadan olub, mən də onu azad etdim. Yəni, o bir hərəkətimə görə mən onun şəfaətini, hətta o da onun şəfaətini qazandı. Allah bizi onun şəfaətindən aralı eləməsin. Allah bu bazar ertəsi, çünki bazar ertəsi çox böyük gündür. Bazar ertəsi həm Mövlud günüdür, həm Peyğəmbər sallallahu rəhmətə gedən günüdür, həm son bida xütbəsi günüdür, həm Məkkənin fəthi günüdür. Yəni o qədər gözəl günə salıblar bu günü ki, hamı bu gün münasibətini təbrik edirəm. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Bağışlayın ki. Aləmə hökm verən insanlar, hər yerə hökmü yetən sultanlar, xeyirxahlıqla bu insanlar üçün gecə gündüz yazılan fərmanlar, bu cahan xəlq olunandan bu yana özün adil tanıyan